bacarmayıb. Aha, Karl Dweck deyir ki, düşüncə tərzi nəzəriyyəsində ümumiyyətlə insanda iki cür düşüncə tərzi var. Biri qapalı düşüncə tərzidir, biri açıq düşüncə tərzidir. Qapalı düşüncə tərzinə biz sabit zəkada deyə bilərik. Qapalı düşüncə tərzi və ya sabit zəka. Açıq düşüncə tərzinə biz çevik zəka deyə bilərik. Bunlar nədir? İndi aydınlıq gətirəcəyik. Ümumiyyətlə, Karl Dweck deyir ki, insanın düşüncə tərzi anadan gəlmə irsi deyil. Yəni, tutaq ki, ana, ata qapalı düşüncə tərzindədirsə, uşaq da gəlib qapalı düşüncə tərzində olmalıdır deyə bir fikir yoxdur. Yəni, düşüncə tərzi zamanla, məkanla dəyişə bilər. Yəni, uşaq əgər açıq düşüncə tərzindədirsə, onu biz qapalı düşüncə tərzinə keçirə bilərik. Və yaxud qapalı düşüncə tərzində olan uşağı açıq düşüncə tərzinə keçirə bilərik. Bunu nə ilə inteqrasiya edim? Sinifdə oxuyan əlaçı və tənbəl uşaqlar. Əlaçı oxuyan uşaqlar həmişə cəhd edirlər, öyrənmək istəyirlər, əziyyət çəkirlər, zəhmət çəkirlər. Bu hansı zəkadır? Təbii ki, çevik zəka və ya açıq düşüncə tərzidir. Amma elə uşaqlar var ki, tənbəldir, neyniyəsən, əlindən nə gəlirsə edirsən, yenə də oxumur. Həvəsi yoxdur, marağı yoxdur, özünə inanmır, özünə güvənmir. Bax, bu olur qapalı düşüncə tərzi, yəni sabit. Sabit zəka nə deməkdir? İnkişaf etmir, dayanıb qalıb öz yerində. Hərəkət etmir, inkişafa açıq deyil bu uşaqlar. Bax, elə bax, müəllimlərdən də mən müşahidə etmişəm. Şagirdlərinizi də gözünüzün qarşısına gətirin, imtahan verəcəklər. Deyir ki, ay müəllim, mən gedəcəm imtahanda, kəsiləcəm. Mən bacarmayacağam. Mən riyaziyyatdan zəifəm. Mən bütün fənlərdən yaxşıyam, riyaziyyatdan zəifəm. Mən inanmıram ki, gedəm riyaziyyatdan yaxşı yazam. Və yaxud da inanmıram ki, gedəm metodikanı yaxşı yazam. Bu qapalı düşüncə tərzidir. Bədbin danışan insanlar. Mən bunu edə bilməyəcəm, mən bacarmayacağam. Və yaxud ki, digər nə deyir? Sən bunu edə bilməyəcəksən, sən bacara bilməyəcəksən. Bax, bu qapalı düşüncə tərzidir. Amma nikbin düşüncəli insan deyir ki, misal üçün, bax, siz metodikadan çətinlik çəkirsiniz deyə təlimə qoşulmusunuz, elə deyilmi? Bir var deyəsiniz ki, yox, mən bu metodikanı öyrənib başa çata bilməyəcəm, mənlik deyil. Bu olacaq qapalı düşüncə tərzi. Çünki sən deməli əziyyət çəkmək istəmirsən, oxumaq istəmirsən. Amma desən ki, bu metodika nədir ki, mən öhdəsindən gələcəm. Hələ ki bacarmıram, amma bacaracam. İmtahanda gedib yaxşı yazacam. Bax, harda nikbin ruhlu fikirlər varsa, bunu aid edəcək açıq düşüncə tərzinə. Harda bədbin fikirli insanlar varsa, bədbin fikirli düşüncələr varsa, bunu aid edəcəyik qapalı düşüncə tərzinə. Ümumiyyətlə, qapalı düşüncə tərzi insanlar və yaxud şagirdlər, sən onlara aşağı bal versən, məsələn, 2 alanda artıq təmiz həvəsdən düşürlər. Çünki qiymət üçün oxuyurlar, nəticə üçün oxuyurlar. Bax, gedir İMİQə imtahan verir. Müəllimləri işə qəbulundan kəsilir. Deyir, yox, müəllimlik mənlikdir. Bu sabit zəkadır. Gedir imtahan verir, kəsilir. Deyir, eybi yoxdur. Mən kəsildim, gələn dəfə qarşıma məqsəd qoymuşam, gedəcəm, yüksək bal toplayacam. Bu olur açıq düşüncə tərzi. Yəni, açıq düşüncə tərzinə malik olan insanlar nəticə üçün çalışmırlar. Nəticə nə olur olsun. Kəsilsəm də, keçsəm də, əsas odur ki, bu yolda nə isə öyrənirəm. Bir dəfə cəhd edirlər, alınmır, ikinci dəfə edirlər, üçüncü. Yəni, məqsədə çatana kimi təkrar nə edirlər? Öyrənməyə çalışırlar. Amma qapalı düşüncə tərzli insanlar alınmırsa, mənlik deyil, geri addım atırlar. Yaxşımı? Daha sonra Dweck deyir ki, bizim sinifimizdə əgər qapalı düşüncəli şagird varsa, o ki, deyir, mən bacarmaram. Onu biz açıq düşüncə tərzinə çevirə bilərik. Bunu necə edə bilərik? Bax, ən birinci gələn dəstəkləyici mühitdir burada. Yəni, Dweck nəzəriyyəsində ən çox psixoloji istiqamətdir, psixoloji dəstəkdir. Sən o uşağa psixoloji dəstək olmalısan. O uşaqda özgüvən yaratmalısan birinci. Birinci, deməli o uşaq əgər deyirsə ki, mən bacarmayacam, mən oxuya bilmirəm, məndə alınmayacaq, özgüvəni aşağı insandır. Deyir, biz onda birinci özgüvən yaratmalıyıq, özgüvən formalaşdırmalıyıq. Daha sonra hələ ki bacarmıram ifadəsini aşılamalıyıq. Bax, bu tapşırığı yerinə yetirdim. Bacarmırsansa, demək ki, bacarmıram. De ki, hələ ki bacarmıram, amma bacaracam, öhdəsindən gələcəm. Daha sonra deyir ki, uşaq səhv edən zaman biz onu səhv edən zaman danlamamalıyıq, aqressiv olmamalıyıq. Eybi yoxdur, bugün səhv etdin, gələn dəfə
daha diqqətli olarsan. Gələn dəfə daha düzgün icra edərsən. Bax, səhv edən zaman biz o uşağı danlasaq, aqressiv olsaq, çox məsuliyyətsizsən, sən həmişə səhvə yol verirsən desək, o uşaq qapalı düşüncədə qalacaq. O uşaq deyəcək ki, mən gələn dəfə yenə səhv eləsəm, müəllim məni hamının qarşısında danlayacaq. Ona görə utanır suala cavab verməyə ki, birdən səhv verərəm. Gördünüz, psixoloji olaraq mənfi təsir göstərdik. Amma biz onda eybi yoxdur, sən səhv etmirsən, bax bu suallar imtahanın müsahibə mərhələsində də verilir. Biz belə bir ifadə işlədirik hər zaman ki, səhvlər bizim müəllimimizdir. Necə ki, müəllimlərimiz bizi öyrədir, biz də səhvlərimizdən öyrənirik. Yəni, bugün səhv etdim, sabah onun üzərində işləyib daha da çox çalışıb öhdəsindən gələcəm. Daha sonra zehnin dəyişkən olduğunu biz uşaqlara aşılamalıyıq. Bax, sən bugün bunu bacarmırsan, öz üzərində çalışsan, zehnin inkişafın daha da güclənəcək, daha da dərinləşəcək. Sən gələn dəfə bunun öhdəsindən gələcəksən. Sonra uşaqlara gözləmə vaxtı verməliyik. Bu nə deməkdir? Bilirsiniz də, astagəl uşaqlar var. Bir tapşırığı qoysam gün sutqa ərzində həmən yerinə yetirər. Bax, o uşaqlara biz gözləmə vaxtı verməliyik. Çox tələstirsək, tez ol, zəngi az qaldı. Yəni, uşaqların yanında yenə də onu nə edəcək? Pərt etmiş olacaq. Ona görə də biz uşaqlara çalışmalıyıq, bacardığımız qədər gözləmə vaxtı verək. Daha sonra biz uşaqlara idraka yönəlik rəy verməliyik. Emosiyalara yönəlik rəy vermək olmaz. Bax, deyirəm ki, sən çox ağıllısan, sən çox tərbiyəlisən, ona görə tapşırıqları düzgün yerinə yetirirsən. Bu düzgün rəydir, xeyr. Yanlış tərifdir, yanlış rəydir. Bu uşaq arxayın olacaq ki, mən tərbiyəli, ağıllı özümü aparsam, oxumasam da müəllim mənə 5 verəcək. Bu yanlışdır. Biz uşağın idrakına yönəlik rəy verməliyik. Afərin sənə, sənin metodunu dəstəkləyirəm. Bu düsturdan düzgün yerində istifadə etmisən, qaydadan düzgün istifadə etmisən. Bax, idraka yönəlik rəylər verməliyik. Destruktiv rəy vermək olmaz. Destruktiv rəy dağıdıcı rəydir. Bax, deyirəm ki, sən çox məsuliyyətsiz şagirdsən. Həmişə məsuliyyətsiz olmusan. Gedib imtahanda da mən inanmıram ki, sən uğur qazanasan. Bax, bu dağıdıcı rəydir, destruktiv rəydir. Biz rəylər haqqında formativ qiymətləndirməni keçəndə daha geniş, detaylı şəkildə keçəcəyik. Amma burada, bu nəzəriyyədə də rəylər olduğu üçün qısa üstündən keçək. Yəni, destruktiv rəy dağıdıcı rəydir. Uşağa psixoloji mənfi təsir göstərən rəydir, vermək olmaz. Emosiyalara yönəlik rəy vermək olmaz. Çünki biz onda, belə deyək də, arxaimçilik yaratmış oluruq. Rəyi biz effektiv verməliyik, yəni idraka yönəlik verməliyik. Şagirdin idrakına istiqamətləndirməliyik. Bax, belə. Yəni, Dweck nəzəriyyəsində düşüncə tərzi iki cür olur, qapalı və açıq düşüncə və biz bu düşüncə tərzini uşaqlarda dəyişə bilərik və düşüncə tərzi anadan gəlmə deyil, irsi deyil, zamanla formalaşandır. Harada bədbin fikirlər görsək, mənlik deyil, məndə alınmır, mən bacarmayacam. Bax, testləri işləyir bəzən müəllim, təlimdə də görürəm. Ay müəllim, mənim səhvim çox çıxdı, mən bunun öhdəsindən gələ bilməyəcəm. Amma elə müəllim var ki, deyir, Elnur müəllim, bu testdə biraz diqqətsizlik elədim, səhvim çox çıxdı. Deməli, mən az oxumuşam. Gələn dəfə biraz da daha çox oxuyacam. Mən bunun öhdəsindən gələcəm. Bu artıq açıq düşüncə tərzi olur. Və yaxud deyir ki, ixtisasımı yaxşı bilirəm, metodika mənlik deyil. Və yaxud deyirəm, Azərbaycan dilini bilirəm, tarix mənlik deyil. Bax, bu ifadələrdə mənlik deyil, inkar şəkilçisi görsək, aid edəcək qapalı düşüncəyə. Bir dənə hələ ki bacarmıram da inkarı biz aid edəcəyik nəyə? Açıq düşüncə tərzinə. Hələ ki bacarmıram, bacaracam, öhdəsindən gələcəm. Deməli, düşüncə tərzinə aid nə yazacağıq? Dweckə görə düşüncə tərzi irsi deyil. Düşüncə tərzi irsi deyil. Sonradan dəyişdirilə biləndir. Sonradan dəyişdirilə biləndir. Yəni, düşüncə tərzi sonradan dəyişdirilə biləndir. Açıq düşüncəni qapalıya, açıq düşüncəni qapalıya, qapalı düşüncəni açığa çevirə bilərik. Qapalı düşüncəni açığa çevirə bilərik. Deməli, yazın ki, bir-iki strategiyasında yazaq.
Qapalı düşüncəni açıq düşüncəyə çevirmək üçün strategiyalar və ya üsullar, fərqi yoxdur. Qapalı düşüncəni açıq düşüncəyə çevirmək üçün strategiyalar. Bir, dəstəkləyici mühit. Dəstəkləyici mühit. Mötərizədə özgüvən yaratmaq. Dəstəkləyici mühit. Özgüvən yaratmaq. 2. Səhv etməkdən qorxmamağı aşılamaq. Səhv etməkdən qorxmamağı aşılamaq. Gözləmə 3. Gözləmə vaxtı vermək. 3. Gözləmə vaxtı vermək. Gözləmə vaxtı vermək. 4. İdraka yönəlik rəy vermək. 4. İdraka yönəlik rəy vermək. Mötərizədə yazın. Emosiyalara yönəlik, mötərizədə yazırıq. Emosiyalara yönəlik və destruktiv rəy vermək olmaz. Emosiyalara yönəlik və destruktiv rəy vermək olmaz. Növbəti 5-dir deyəsən. Hələ ki bacarmıram ifadəsini aşılamaq. Hələ ki bacarmıram ifadəsini aşılamaq. Növbəti zehnin dəyişkən olduğunu aşılamaq. Zehnin dəyişkən olduğunu aşılamaq. Yəni, uşaq düşünsə ki, mən uşaq vaxtı da oxumurdum müəllim, bundan sonra da oxumayacağım. Bu yanlışdır. Biz uşağa deyə bilərik ki, sən uşaq vaxtı ola bilsin, belə düşünmüsən, amma sənin insan zehni dəyişkəndir. Sən üzərində işləyərək bu fikri dəyişə bilərsən. Yəni, qapalı düşüncədən çevik zəkaya keçə bilərsən. Bax, belə çox rahat, çox